Hörmətli cənab prezident, əziz qardaşım, Azərbaycana, Qarabağa xoş gəlmişsiniz. Əminəm ki, sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz sizinlə tez-tez görüşürük, həm Azərbaycanda, həm Birləşmiş Ərəb Əmirliklərində. Siz keçən il 2 dəfə Azərbaycandan səfər etmişsiniz. Bu il bir neçə ay bundan əvvəl mən sizin ölkənizdə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki siz Qarabağa işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Və bu bizi və bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bugün imzalanmış çox saylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Hər bir imzalanmış sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə hərtərəfli strateji tərəfdaşlıq haqqında birgə bəyannaməni qeyd etmək istərdim. Bu bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir.